Yer səthindəki cismi bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə səthə etdiyi təzyiq necə dəyişər? Deməli, eyni cisimdir. Bunun təzyiq qüvvəsi dəyişməyəcək. O zaman baxırıq sahəsinə. Deməli, təzyiq dediyimiz təzyiq qüvvəsi bölünsün oturacaq sahəsidir. Birinci halda bunun oturacaq sahəsi, baxın bu hissənin sahəsidir. Buranın sahəsi. Buradan onda sahəni tapsam, bura 0,6 metr, burada 0,2 metr. Deməli, sahəsi onda olacaq 0,12 metr kvadrat. Bu birinci haldakı sahə. İkinci halda bu vəziyyətə gətiriləndə bunun oturacağı olur bu hissənin sahəsi. Bunun indi eni 10 santimetrdir. Bu hissədə 20 santimetrdir. Deməli, indi ikinci halda sahəni tapsaq, olacaq 0,2 metr kvadrat. Yəni 0,1, 0,2. Deməli, nə baş verdi burada? 6 dəfə sahə azaldı. Sahə 6 dəfə azalıbsa, deməli, təzyiqi o zaman 6 dəfə artacaq. Təzyiqi 6 dəfə artar. 14-də deyir ki, kütlələri 3M və M olan X və Y cisimlərinə F qüvvəsi şəkildəki kimi təsir edir. F bərabər 2 mc olduğuna görə cisimlərin səthə göstərdiyi təzyiqlərin nisbətini tapın. Deməli, X-in kütləsi 3M-dir, Y-in kütləsi isə M-dir. Onda X-a təsir edən ağırlıq qüvvəsi 3 mc olur, Y-ə təsir edən ağırlıq qüvvəsi isə mc-dir. İndi bizə lazımdır təzyiq qüvvələrini tapmalıdır. Çünki təzyiq dediyimiz təzyiq qüvvəsi bölünsün oturacaq sahəsidir. İndi biz bunu ilk olaraq, məsələn, X üçün yazsaq, deməli, X-in təzyiqini tapanda, baxın, X-in təzyiq qüvvəsi nə olur? Səthə bunu 3 mc çıxır, yuxarı 3F var. Deməli, buradakı təzyiq qüvvəsi onda, təzyiq qüvvəsi 3 mc minus F qədər olar, yəni aşağıdan yuxarı çıxır. Deməli, X-in təzyiq qüvvəsi olur 3 mc minus F. X-in sahəsi də 2S. Bu X-in təzyiqi. Və F-i də bizə 2 mc verdiyi üçün, deməli 3 mc-dən 2 mc-ni çıxanda bu qalacaq mc bölünsün 2S. mc bölüsə də P deyək, daha sadə geçsin. Deməli, bunun təzyiqi olur P bölü 2. Keçir indi Y-ə. Y-də təzyiq qüvvəsini tapanda, baxın, aşağı həm mc var, həm F var. Deməli, təzyiq qüvvəsi bunun mc plus F-dir. Deməli, təzyiq qüvvəsi olur mc plus F, oturacaq sahəsi isə 3S-dir. F yenə 2 mc olduğundan 2 mc üstə mc, bu eləyir 3 mc bölünsün 3S. S3-lər gedir, mc bölüsü olur P. Sonda da deyir ki, X-in təzyiqinin Y-in təzyiqinə nisbət. X-in təzyiqi oldu P bölü 2, Y-in təzyiqi oldu P. Nisbət o zaman 1 bölü 2-yə bərabərdir. Cavab olar A. Səthlərinin sahələri S və 3S olan M kütləli düzbucaqlı prizmanın şəkil 1-də yerə göstərdiyi təzyiq P-dir. Prizmanın şəkil 2-dəki vəziyyətə gətirib F qüvvəsinə təsir etdikdə səthə göstərdiyi təzyiq yenə P olur. Buna əsasən F qüvvəsinin neçə mc olduğunu tapın. Deməli, bu cismin kütləsi M. Burada da bu cismə mc qədər ağırlıq qüvvəsi təsir edir. Burada da bu cismə mc qədər ağırlıq qüvvəsi təsir edir və burada oturacaq sahəsi S-dir, yəni bunu qaldırıb bu formaya gətiriblər. İndi şəkil 1-dəki təzyiqi, şəkil 1-də bunun təzyiq qüvvəsi mc-dir, oturacaq sahəsi 3S-dir. Şəkil 2-yə gələndə, baxın, aşağı mc var, yuxarı F. Bunun təzyiq qüvvəsi burada mc minus F qədərdir. Deməli, bu olacaq onda mc minus F bölünsün sahə S-ə. Deyir ki, hər iki halda da təzyiqi P olur. Yəni, bu təzyiqlər bir-birinə bərabərdir. Birinci şəkildəki təzyiqlə ikincisi eynidir. Deməli, yerinə qoysam, mc bölünsün 3S bərabərdir. mc minus F bölünsün S-dir. S-lər gedərsə, mc bərabərdir 3mc minus 3F olar. Deməli, buradan 3F bərabərdir 2mc olacaq. O zaman F buradan 2 böl 3 mc-ni vermiş olar. F qüvvəsi olur 3'də 2 mc. Onda deyir ki,
İçerisinde su olan şekildeki qabın səthində sürtünməsiz hərəkət edə bilən porşenə şaquli aşağı istiqamətdə F qüvvəsi təsir edir. F qüvvəsi artırılarsa, KLM nöqtələrində suyun yaratdığı təzyiqlər necə dəyişər? Bütün nöqtələrdə də artar. Hər üç nöqtədə təzyiq artacaq. Çünki bu bildiyim Pascal qanunudur. Bu F nədir? Xaric göstərilən qüvvədir. Pascal qanununa əsasən maye və qazlara xaricdən göstərilən təzyiq dəyişmədən bütün nöqtələrə bərabər ödür. Yəni bütün nöqtələrdə o F qüvvəsi təzyiqi artırmış olacaq. Hər yerdə artır. Qabın içərisindəki suyun səthlərə etdiyi təzyiq qüvvələrinin nisbətini tapmalıyıq. Deməli, burada bizdən təzyiq qüvvəsi istənilir. Təzyiq qüvvəsi dediyimiz təzyiq vurulsun oturacaq sahəsidir. O zaman bir nöqtəsindəki təzyiq qüvvəsinə baxsaq, baxın, bu nöqtənin üzərində 2H hündürlükdə maye var. Deməli, yaratdığı təzyiq olur rho, J vur 2H. Buranın sahəsi 2S'dir. Vur 2S. Deməli, bu onda olur 4 rho, J, H, S. Bu 1-dəki təzyiq qüvvəsi. 2'ye baxsaq, buradakı təzyiq, bax, bu qabın, bu nöqtənin üzərində 3H hündürlükdə maye var. Deməli, bu olur rho, J vur 3H. Bu təzyiqi. Oturacaq sahəsi də S'dir. Deməli, bu onda olur 3 rho, J, H, S. Bizə deyir ki, F1'in F2'ye nisbətini tapın. F1 4 oldu, F2 3. Nisbət 4/3'dür. Mühitlərdə aparılan Torricelli təcrübələrinə əsasən şəkil 1 və 2-dəki mühitlərin atmosfer təzyiqlərinin nisbətini tapın. Atmosfer təzyiqi, yəni Torricelli təcrübəsində budur ki, bu borunun içərisindəki təzyiq, borunun içərisindəki civənin yaratdığı təzyiq atmosfer təzyiqinə bərabər olur. Yəni şəkil 1-də atmosfer təzyiqi bu borunun içərisində civənin yaratdığı təzyiqdir. Yəni civənin sıxlığı vurulsun J, vur civə sütununun hündürlüyü burada 30 sm. Birincidəki təzyiq budur. İkincidəki təzyiq yenə bu borunun içərisində civənin yaratdığı təzyiqdir. Yenə yəni civənin sıxlığı vur J, vur civə sütununun hündürlüyü 40 sm. Bizdən bunların nisbəti istənilir. Yəni P1'in P2'ye nisbəti. Bu da nə olur? Sıxlıqla J'lər gedər, 30/40 qalar. Yəni 3/4 nisbətini vermiş olar.